hörmətli tamaşaçılar, Çarə efirdədir. Hər vaxtınız xeyir olsun. Telefonlarımız 510-02-04 və 69-74 SMS ünvanımız açıqdır. Bu bir saat ərzində çalışacağıq ki, dünənki mövzuya və bugünkü mövzumuzda isə deməli, kəskin respirator xəstəlikləri və yaxud da ki, qrip, soyuq dəymələr, virus xəstəlikləri. Bax, beləcə, mövzumuz bugün belədir. Bizim isə qonaqlarımız studiyadan Herbaflora şirkətinin nümayəndəsi Yalçın Məmmədov, həkim Yalçın Məmmədov, terapevt, demək, çoxdandır bizim qonağımız olmayan, demək olar ki, bir neçə ayda artıq gəlmir, Arzu Hüseynova və terapevt və fitoterapevt Ulduz Hüseynova və Bənövşə Yaşıl Aptekinin sahibəsi. Bilirsiniz ki, o ki qaldı bizim baş sponsorumuz olan Fitanad limonadlarına məsləhət görürəm ki, alasız, içəsiz, ona görə ki, 100% təbiidir və bir də onu xatırladım ki, çox zaman yazırsınız ki, hardan tapaq? Hardan tapmaq marketlərdədir və bir də bizim marketlər adlı marketlərə girsəniz, orada 100% bilin ki, Fitanad limonadları var. Fitanad limonadları çeşidlərinə görə zəngindir. Müxtəlif çeşidlər var, tərəvəzlər də var, meyvələr də var, güllər də var. Amma bundan başqa mən Fitatonun adını çəkmək istəyirəm ki, Herbaflora şirkətinin ən gözəl məhsullarından biri budur. Niyə görə budur? Son zamanlar dəri xəstəlikləri, məsələn, bir neçə mövzuda SMS-lər göndərmişsiniz Sebareya ilə bağlı ki, Sebareya xəstəliyini və belə bir sual yazmışsınız SMS-dəki, bəs bu yağı necə qataq buna? Yağı necə qataq buna? Buna yağ qatmaq lazım deyil. Biz demədik ki, gicitkənin yağını qatıq. Biz dedik ki, gicitkənin özünü ovulmuş şəkildə dəmləyib buna qatmaq olar və yaxud da ki, gicitkənin özünü buna qatmaq olar. Yəni, o gicitkənin bütün yarpağından tutmuş onun gövdəsinə qədər. Yəni, hamısını buna qatmaq olar. Və o zaman həm rəngi alacaqsınız, həm də bir qədər müalicə vasitəsi kimi gicitkən yaxşı təsir göstərəcək. Və bir qədər də xınanı qara rəngə çevirəcək. Əsasən də Fitaton 1 rəngsiz olduğu üçün buna heç nə qatmayın. Amma Fitaton 3 isə tünd şabalda olduğu üçün bir qədər ona gicitkən yarpağı və bir də moruq. Bu moruğun yarpaqlarından sonra qozun yarpağından istifadə eləsəniz, o zaman biraz da qara rənglər ala bilərsiniz. Əziz tamaşaçılar, xatırladıram ki, mövzumuz kəskin respirator xəstəliklədir. Keçən mövzumuz isə şəkər xəstəliyi ilə bağlı dünən də danışdıq, keçən mövzumuzda da danışdıq. Odur ki, bir telefonu qəbul edək, söhbətimizi davam elətdirək. Alo. Alo. Bəli. Fikrət doktor, salam. Salam. Fikrət doktor, mənim atamda bu təzəlik üçün şəkər tapılıb. Qanda asidlikdə şəkəri yuxarıdır. Amma biz yoxlatdıq mədalatı vəzni. Yaxşı idi, məndə altı vəzində elə bir şey yoxdur. Bu nə deməkdir? Burada diabetdir, nədir? Ola bilir xanım. İkinci telefonu da qəbul edək. Alo. Mənim bir dəqiqə buyuruz. Soruşmaq istəyirəm. Bax, lobiya deyirlər, şəkəri salır. Lobiya yox, lobiyanın qını. Yəni, lobiyanın üz qabığı var, yaşıl lobiyanın üz qabığı. O qurudulur, amma xüsusi qurudulma metodu var. Və dəmlənilir və şəkər xəstəliyində istifadə olunur. Amma mirfazin çayı var, Herbaflora şirkətinin mirfazin çayı var. Mirfazin çayının tərkibində həmən o lobiyanın qını deyirlər ona, yəni qutusu. Qabığı. O qutudan orada var. Mirfazin çayından istifadə eləsəniz və yaxud da ki, arfazitin yığımından istifadə eləsəniz, Herbaflora şirkətindən bu orada var. Oldu. Təşəkkür edirəm. Alo. Salam. Salam aleyküm. Mən fikrət həkimə bir sualım var, həkim. Buyurun. Mənim qızım 5 ildir ki, ayağının altında, bax elə, o həkimlər qalmayıb getməmiş. Çürüyüb gedir. Biri deyir qızıl yeldi, biri deyir gribokdur, biri deyir dəmirovdur. Heç bir çarə yoxdur ona. Xanım, bir dəqiqə qulaq asınız, ayaqları topuqdan yuxarı şişir, yoxsa yalnız ayağından? Yox, yuxarı şişir, amma ayağının altı qıpqırmızıdır, bax, qabığı soyulur, nahlası çıxır, quruyur, ağrıyır akşama. Dəmirov ola bilir. Təşəkkür edirəm. Çox sağ olun. Alo. Üçüncü telefonu da qəbul edək. Alo. Alo. Bəli. Vaxtınız xeyirli olsun. Aqibətiniz xeyir olsun. Fikrət doktor, mən sizdən bir məsləhət almaq istəyirəm. Klimaks dövründə, yəni başlanan bir vaxtdan çox gərginliklər yaşayıram. Yəni bel nahiyəsində dinən artıq ağrılar var. Bunu böyrəklə də əlaqələndirirlər, amma belə hesab edirəm ki,
klimaks dövrü ilə əlaqədardır. Şübhəsiz. Xanım, o oldu, biz vaxtımızı nəzərə alın, bilin ki, biz canlı efirdəyik. Biz indi suallarınızı cavablandıracağıq. Yaşınız nə qədərdir sizin? 49. 49. Bəli. Klimaks dövrü ilə bağlı, amma bunda bel ağrıları var. Düşünür ki, böyrək ağrılarıdır. Mən də sualı ünvanlayıram həkimlərə. Arzu xanımdan başlayaq. Arzu xanım, birinci sual. Birinci şəkər məsələsi. Bəli ki... Əvvəla mən bütün tamaşaçılarımızı salamlayıram və qeyd eləmək istəyirəm ki, bugün əgər bir xəstədə şəkər ya qanda ya silikdə tapılıbsa, bu o dəqiqə şəkər xəstəliyi demək deyildir və bu o demək deyil ki, artıq bu adamın mədalatı vəzisi işləmir və yaxud xəstədir. Birinci növbədə, əgər siz xəstədə şəkər xəstəliyini aşkar eləyiblərsə, tapıblarsa, onu doğrudan da şəkər olmağını sübut eləmək lazımdır. Bunu bir neçə, yəqin ki, öz həkimlərinin sizə izah edirlər, yoxlama metodları var və tutaq ki, varsa da bu o demək deyil ki, artıq bu mədalatı vəzi, bu lap yaxşı, bu xəstənin xeyrinədir. Yəni, bu mədalatı vəziyə biz kömək eləyərək, bu xəstənin özünün bəlkə daha çansa o insulin ifrazının normallaşdırmasını əldə eləyə bilərik. Ona görə də narahat olmasınlar ki, əgər şəkər varsa, mütləq mədalatı vəzi xəstə olunur. Tamamilə doğru, çox sağ olun. Yəni, bu mədalatı və, məsələn, tutaq ki, belə bir şey deyim, ən azı, yaş 70-dirsə, həmişə normada gün ərzində tutaq ki, şəkər həm kraxmala, həm makaron, karbohidratlara da aiddir. Yəni, bunların özündə də şəkərlik dərəcəsi var. Hüceyrə şübhəsiz ki, kifayət qədər qəbul eləməlidir ki, onu da kifayət qədər istehsal etsin, yəni emal etsin. Amma yaşla əlaqədar bizim fermentlərimiz azalır. Ferment azalanda, tutaq ki, gün ərzində biz nəyisə artıq qəbul eləyəndə, bunu artıq gücü çatmır həmən fermentlərini. Siz bunu məndən yaxşı bilirsiniz, həkimlər yaxşı bilir. Gücü çatmır ki, o fermentləri hüceyrəyə müdaxilə elətdirsinlər. Nəticə etibarilə qanda şəkərin miqdarı artıq göstərir və yaxud silikdə şəkərin miqdarı artıq göstərir və bundan Arzu xanım dediyi kimi qorxmaq lazım deyil. Sadəcə olaraq hər yaşın öz yeməyi var. Mən həmişə deyirəm, biz yaşlandıqca yeməyin həm çəkisini, həm kalorisini, həm də ki, onu belə deyək, keyfiyyət məsələsinə fikir verməliyik. Keyfiyyət yüksək olmalıdır, kalori və çəki aşağı olmalıdır. Tutaq ki, yeyirdik 200 qram, yeməliyik 100 qram. Kalori yeyirdik, tutaq ki, 860, 960, 1000 kalori yeyirdiksə, düşməlidir aradasa 500-600 kaloriya düşməlidir. Belə də bu çox düzgün münasibət olar həm yeməyə, həm də insanın öz orqanizminə. İkinci sualı mən istəyərdim ki, cavablandıraq. Hansı sual idi o? İkinci sual. Demək, Dəmirovla bağlı idi ki, dedi ki, qızın ayağının altı. Mən güman edirəm Dəmirovdur. Bilirsiniz, orada Dəmirovdur və eyni zamanda yəqin qan qidalanma pozğunluğu da ola bilər. Həmin nahiyədə damar patologiyası ola bilər, ona görə ola bilər. Yəni, amma bu deyir, bir müxtəlif həkimlərə getmişik, yəni bu qədər həkimlərə gedirlər, nəticə ala bilmirlər. Çox güman ki, Dəmirovdur və orada başqa bir sistem xəstəlikləri də ola bilər. Yəni, bunu belə, bu elə bir diaqnoz ki, bunu sadəcə olaraq bir kəlmə sözlə demək olmaz. Ola bilər, çox həkimlərə gedib, adi xırda bir elementar bir şey yaddan çıxa bilər. Və üçüncü sual isə, xanım dedi, 49 yaşım var, klimakterik dövrdə, bu bel ağrıları olur və... Bilirsiniz, biz bugün əgər bel ağrısa klimakterik dövrdə və bunu sırf klimaksın üstünə yıxmaq düzgün deyil. Sadəcə olaraq klimakterik dövrdə insan orqanizmində bəzi hormonal dəyişikliklər baş verdiyinə görə orqanizmin hər hansı bir xəstəliyə olan, necə deyim sizə, dözümlülüyü azalır. O dözümlülük azaldığına görə orqanizm harada, hansı problem varsa və ikincisi də ki, hamımız bilirik ki, həmin yaş dövründə estrogenlərin azalmasının əlaqədar olaraq kalsinin miqdarı orqanizmdə azalır. Yəni, bu xanım əgər tam müayinə olunsa, qanda mikroelementlərin miqdarını yoxlasa və hormonal balansa fikir versə, yəqin ki, müalicə eləmək. Yəni, sırf bel xəstəliyin klimaksın üstünə bir də əsəbilik dedi, əsəbilik elə bu... Bəli, o da elə dediyim faktorlarla əlaqədardır. Yəni, bu tam müalicə olunmalıdır. Ulduz xanım, sizə müraciət eləyək. Xanımın dediyi o diabet məsələsinə, mədalatı vəz məsələsinə mən də bir şey əlavə etmək istəyirəm ki, olur bəzən. Yəni, mədalatı vəz də normaldır, insulin də normal ifraz olunur, hətta insulin miqdarı da yoxlanılır müəyyən üsullarla normal olur.
Amma qanda şəkərin miqdarı artır. Onda qaraciyər yoxlatmaq lazımdır. Çünki qaraciyərdə insulinaza adlanan ferment var ki, o insulinin artıb azalmasını, yəni tənzim eləyir. Onun miqdarı həddən artıq olduqda bəzi qaraciyər xəstəliklərində onda ola bilər ki, insulini sürətlə parçalayır və ona görə də qanda şəkərin miqdarı artır. Bir də elə qaraciyərin ağır formalarında, artıq qaraciyər serozunda, qaraciyər hüceyrələrinin məhv olduqda onların özündən də bir ferment ifraz olur, proteolytik fermentdir. Bu da insulini inaktivləşdirir. Yəni onun fəaliyyətini demək olar ki, sıfıra indirir. Onda da ola bilər ki, qanda şəkərin miqdarı artsın. Ona görə yaxşı olar ki, elə qaraciyərdə yoxlatsın. Qaldı ki, lobya soruşurdu. Bəli, lobyanın qırmızı hissəsi yox, yaşıl hissəsi və onun yaşıl hissəsində qurudulmuşdur. Çox xeyirlidir şəkər xəstələrinə. Hətta lobya demək, göy lobya yaşıl olduqda onu elə qaynadıb duzsuz, suyun içdikdə, özündə yedikdə şəkəri tənzimləyir, yəni aşağı salır. Qışda isə onun qurudulmuş formalarından istifadə edirlər. Apteklərdə də satılır, özləri də bunun tədarükünü edə bilərlər. Hərdən qaynadıb içsinlər, şəkərin miqdarını aşağı salır. Təşəkkür edirəm. Hətta şəkərin aşağı salınması üçün belə bir şey var ki, 150 qram lobya götürülür, 150 qram noxud götürülür. Bunlar ikisi birlikdə dəmlənir, yəni qaynadılır. Suyundan gün ərzində istifadə olunur. 70-80 qram 3 dəfə, 4 dəfə içilir. Yəni, özü yeyilmədən içilir. Biraz adamlar çaşırlar, bəzən başlayırlar lobyanı yeməyə və deyirlər ki, şəkərimiz düşmədi filansa, amma lazımdır ki, onun suyunu içsinlər. Biz demirik ki, lobyanın özünü yesinlər. Darçından biraz çox istifadə eləsinlər. Buyurun. Şimdi o lobya qını deyəndə biraz sadə şəkildə istəyirəm izahat verim. Yəni, lobya toxumların yığmaq üçün uzun müddət saxlanılır. Yəni, lobya dərilmir, uzun müddət qalır bitkinin üzərində və o müəyyən müddətdən sonra quruyur, açıq sarı rəng alır qabıqları. Yəni, uzun bir formada. Onun, belə deyək, 2 hissədən ibarət olur. Bir toxumları təmizlənir, üstündə qalır lobyanın qını. Yəni, lobya qını əslində belə deyək, bütün rayonlardan əldə eləmək mümkündür. Bu, sadə bir şeydir. Və lobya qını eyni zamanda mirfazin çayının tərkibində bayaq siz qeyd elədiniz, mirfazin çayının tərkibində var və onunla yanaşı 11 bitki də var mirfazin çayının tərkibində. Mirfazin çayından istifadə eləyə bilər, yəni şəkərin aşağı düşməsi üçün. Ümumiyyətlə, təkcə ən böyük problemlərdən biri həmişə qeyd edirik. Yəni, xəstəlik başlayandan sonra biz başlayırıq nəsə addımlar atmağa. Yaxşı olar ki, profilaktika üçün, yəni nisbətən kök insanlar, həddindən artıq kalorlu qidalanan insanlar, yəni mirfazin çayını gündə bir dəfə, bir filtr bağlama dəmləyib, yəni profilaktika məqsədinə istifadə edə bilərlər. Ki, yəni mədə-altı vəziyə və qaraciyərə düşən yük azalmış olsun. Əgər həddindən artıq köklük varsa, onda hepartiya çayından istifadə edə bilərlər ki, qaraciyərə düşən yük azalsın. İkinci sualla bağlı onu qeyd eləmək istəyirəm ki, sözsüz ki, yəni xanım qeyd elədi, diaqnoz tam dəqiqləşməyib, yəni bizim üçün də əslində qaranlıqdır. Yəni, bəzən dəmirovun növlərini müəyyənləşdirə bilmirlər həkimlər. Bunun səbəbi ona görə deyir ki, həkim bilmir ya. Özünü müxtəlif cürə təzahür edir. Bu günlər tamam ayrı cürür. Ümumiyyətlə, son dövrdə xəstələrin əksəriyyətində yəni atipik formalar meydana çıxır və bunu aşkar eləmək, analiz eləmək çox çətinləşir. Çünki klassik forma, xəstələrin əksəriyyəti klassik formada getmir son illərdə. Bu da təbii ki, yəni iqlimin dəyişməsi, qəbul olunan qidaların, həyat rejiminin dəyişməsi. İnsan özü də klassik formadan çıxıb baxır. Bəli, yəni əslində elə bunların hamısı orqanizmə təsir edir və xəstələrin gedişatı dəyişir. Yəni, üçüncü sualla bağlı onu demək istəyirəm ki, xanımda əgər klimakterik dövrdirsə sedativ çaydan istifadə edə bilər. Sedativ çay, yəni klimakterik dövrdə əsəbi oyanıqlığı aradan qaldırır, sakitlik yaradır. Eyni zamanda bel nahiyəsində olan ağrılar mütləq qaydada klimaksla deyil, o böyrəklə də bağlı ola bilər, onurğa problemi ilə də bağlı ola bilər. Bu dəqiqləşməlidir ki, səbəbi nədir? Və əgər onurğa ilə bağlı olan problemdirsə, teartroz çayından, yəni oynaq ağrılarında, onurğa xəstəliklərində istifadə olunur teartroz çayı, bundan istifadə edə bilər. Təşəkkür edirəm, çox sağ olun. Bizim demək, SMS-lərimiz də olduqca çoxdur. Amma biz də elə 3 telefonu qəbul edirik, heç olmasa bir SMS-ə də cavab verək. Mənim 20 yaşım var. Qan təzyiqim olduğu üçün dərman qəbul edirəm. Bununla yanaşı mən sarımsaqla damar təmizləməsini qəbul edirəm. Bunların ikisi bir yerdə qəbul etmək düzgündürmü? Xahiş edirəm, hörmətli həkimləriniz öz
bildirsinlər, fikirlərini bildirsinlər. Təşəkkür edirəm. Açığın deyim ki, mən elə özüm də deyə bilərəm ki, sizə ki, birinci növbədə deyirəm, ikisini də bir yerdə qəbul etmək mümkündür. Ancaq ikincisini qəbul etdikcə, yəni sarımsaq tinkturasını qəbul etdikcə birincini azaltmaq lazımdır. Dax ki, burada prosedura gedir. 1 damcı, 2 damcı, 3 damcı. Birinci gün 1 damcı, günorta 2 damcı, axşam 3 damcı. Səhərsi gün 2 damcı, 3 damcı, 4 damcı. O biri gün, 3-cü gün 4 damcı, 5 damcı, 6 damcı. Yəni bu cür üsul da var. Bir də var ki, gündə səhər, axşam, günorta 1 damcı, ikinci gün 2 damcı, 2 damcı, 2 damcı, üçüncü gün. Yəni bir neçə variantda qəbul edə bilirsiniz. Bütün variantlar məqbuldur. Sadəcə olaraq sizin üçün hansı daha yaxşı təsir göstərir, bunu hiss edəcəksiniz. Bir həftədən sonra hiss edəcəksiniz. Buyuruz Arzu xanım. Bilirsiniz, mən biraz burada xəstənin yaşı narahat elədi. 20 yaşında, əgər 20 yaşında xəstə təzyiqdən əziyyət çəkirsə, bunu sadəcə simptomatik müalicə ilə lazım deyil. Burada mütləq hormonal yoxlama aparılmalıdır, səbəbi tapılmalıdır. Ola bilər, anadan gəlmə müəyyən bir qüsur ola bilər. Yəni, yaxşı olardı ki, bu insan... Bilirsiniz, əsas səbəbi aradan qaldırsın. Çünki 20 yaşından qalxırsa təzyiq, biraz yaşlaşanda bu heç nə ilə qarşısını ala bilməz onu. Əslində, sarımsağın o xolesterini azaltmaqla yanaşı təzyiq salma effekti də var. Yəni, belə deyək, həm təzyiq əleyhinə dərmanlar qəbul olur. Ümumiyyətlə, bədəni ümumi şılaqlardan təmizləmək xüsusiyyəti olduğu üçün, yəni, ümumi də şey eləyir də, ona görə... Ümumi təmizləmədə çox əks göstəriş deyil də. Yəni, teokard çayından da istifadə edə bilər təzyiqi olduğuna görə, ancaq belə deyək də, kəskin baş ağrıları olarsa, həm sarımsaq, eyni zamanda təzyiq əleyhinə dərmanlar, o təzyiqi salanda, təzyiq aşağı düşəndə... Biraz da baş ağrıları arta bilər. Ulduz xanım, əlavəniz varsa, buyuruz, əlavə yoxdursa, biz bir telefonu qəbul edək, sonra söhbətimizi davam elətdirək. Alo. Hər vaxt xeyr olsun. Aqibətiniz xeyr olsun. Salam deyirəm. Həkim, mənim 50 yaşım var. Çox gözəl. Haradasa bir 20 ildən artıqdır öskürürəm, buru öskürək. Demək olar, hər ildə müalicə olmuram. Yaxma da görmüşəm bir neçə dəfə, o yaxmaya uyğundan müalicə, amma yenə heç bir effekt vermir. Yəni, yaxmada da heç bir şey çıxmır, amma öskürürsünüz. Kreftdə yazdıqda, misal, həssaslıq, orta həssas, ona uyğun da müalicə götürürəm. Göbələk çıxıb yaxmadan. Yaxmadan göbələk çıxıb. Onu da dəyişdirlər. Göbələk də deyirlər, faringit də deyirlər. Ya dəqiq diaqnoz qoyulmur, ya da ki, müalicə sigaret çəkənsiniz. Sigaret çəkənsiniz? Xeyr. Sigaret də çəkmirsiniz. Və üzr istəyirəm, bir şey də soruşacağım, biraz yaşayış yeri ilə fərqli. Demək, Bakının müxtəlif sahələri, müxtəlif rayonları müxtəlif tozlanma xüsusiyyətinə malikdir. Məsələn, biraz Lökbatan tərəfə çıxdıqca daha çox tozludur. Biraz Abşeron burnuna yaxınlaşdıqca bir qədər tozluq azalıb. Siz hansı tərəfdə olursunuz? Həkim, demək olar ki, mən Bakının 4 rayonunda yaşamışam, bu 4-cü rayonda yaşayıram, amma elə... Hamısında da eyni effekt olur. Bəli, bəli. Bir dənə gecələr, elə bir ki, yatandan sonra daha doğrusu... Və vərəm əkdirmişsiniz də, yoxlatdırmışsınız. Bəli, 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 hamısının heç bir əlamət yoxdur. Heç bir əlamət yoxdur. Əsasən gecə olur da. Gecə olduğuna görə mən soruşdum bu şeyi. Bəli, gecə olur deyir. Oldu. Gecələr olmur, əksinə. Bir gecələr olur. Gecələr olmur. Gecələr olmur əksinə. Yatandan sonra heç olmur. Təşəkkür edirəm. Oldu, çox sağ olun. Maraqlı xəstədir. Buyuruz, Arzu xanım, nə deyə bilərsiniz? Çox maraqlı xəstədir. Bilirsiniz, bəzən belə o Yalçın doktor demişkən, bəzi xəstəliklərin bəli, atipik gedişi olur xəstəliklərin, amma məndə də belə bir xəstə olub, bir 3-4 il bundan qabaq müraciət eləmişdi. Elə Ulduz xanım dedi o göbələk məsələsini. Bilirsiniz, həssaslığa baxırlar, antibiotiki təyin eləyirlər və elə fikirləşirlər ki, xəstə müalicə olundu. Sadəcə olaraq göbələk əleyhinə müalicə aparılsa heç bir antibiotiksiz və orqanizmin ümumi immunitetin qaldıran bir xəstəlik aparılsa müalicə, Tiabrox çayı adicə. Ən gözəldir. Sonra şərbətlər var xüsusi. Siz inanırsınız, çox yaxşı təsirli. Sadəcə olaraq bəzən adi bir ehtiyatsızlıqdan yoxlanmır. Ona görə mütləq orada göbələk yoxlanmalıdır, mütləq. Çünki məndə sırf elə bir xəstə olub, 3-4 bundan qabaq, hələ də öskürmür. Şükür Allaha. Mən xəstəyə sadəcə bir məsləhət görürəm. Əgər lap belə hansı problemlərdən asılı olmayaraq, öskürək hər halda alveollarla, bronxlarla bağlıdır. Yəni, ona görə də bəzən tutaq ki, qlandalarla da bağlı ola bilir. Ona görə yaxşı olardı ki, belə bir şey deyim. Gül xətminin kökünü və dəbədəbanının yarpağını, ikisini birlikdə dəmləyin və bir qaşıq baldan istifadə eləyərək bir istifadə eləyin. Görün, bu nə effekt verir, bunun özü də bir nəticə verəcək. Sonra bizə yenə də əgər zəng vurun. Buyuruz, Yalçın doktor. Uzun müddətli öskürəklər adətən faringit xəstəliyində olur və
damar hərəki mərkəzin, yəni öskürək mərkəzinin qıcıqlanmasında olur. Öskürək mərkəzində problem varsa, onda olur. Yəni, faringitlə bağlıdırsa, TSF çayından yaxşı olar ki, 4-5 gün ərzində stamanginolla qarqara eləsin. Ondan sonra TSF çayından bir həftə 10 gün müddətində qarqara eləməyə davam eləsin. Və yaxşı olar ki, belə deyək də, daim müəyyən müddətdən bir stəkan su yanında olsun, bir qurtum içsin. Yəni, bu müalicənin bir formasıdır. TSF çayının gözəl bir xüsusiyyəti ondan ibarət ki, həm bakterisid təsirdir, eyni zamanda fungisidir. Yəni, göbələklərə də öldürücü təsir göstərir. Təşəkkür ederim. Biz qısa zaman fasiləsində reklamlara ayrıldıq. Reklamlardan sonra bizimlə olun. Çarədən ayrılmayın.